Salam, Seymur Tağıyevin təqdimatında milli istedadlara baxırsınız. Bugünkü qonağımız Fatimə Əmiraslanlıdır. Gəlin gözəl bala ilə yaxından tanış olaq. Salam, mən Əmiraslanlı Fatimə. 12 yaşım var. Sumqayıt şəhərində yaşayıram. Fikrət Əmirov adına 5 nömrəli uşaq musiqi məktəbində təhsil alıram. 3-cü sinif şagirdiyəm. Mənə kiçik yaşlarımdan musiqini sevdirən anam olub. Anama xüsusi təşəkkürlərimi bildirirəm. Mənim musiqi istedadımın olduğunu görən anam məni musiqi məktəbinə apardı və məni musiqi məktəbinə qəbul etdilər. İlk dəfə əlbəttə ki, çox heyecanlı idim. Mənim ilk müəllimim Vüqar Nəcəfli olub. Mənim musiqi istedadımın olduğunu görən müəllimlərim məni ilk dəfə YouTube kanalına çıxışa dəvət etdilər. Mən orada Qarabağ mahnısını ifa etdim. İndi isə sizlərə Qarabağ mahnısını ifa etmək istəyirəm. Anadır arzulara her zaman Qarabağ, danışan dil dodağım tar aman Qarabağ. Qarabağ can Qarabağ ana yurdum. Anadır arzulara her zaman Qarabağ, danışan dil dodağım tar aman Qarabağ. Qarabağ can Qarabağ ana yurdum. Qarabağ can Qarabağ ana yurdum. Bu çəmənlərdə gəzir Vaqifin şuh gözəli. Bu çəmənlərdə gəzir Vaqifin şuh gözəli. Ruhunu buradan alır Natavanın qəzəli. Ruhunu buradan alır Natavanın qəzəli. Anadır arzulara hər zaman Qarabağ, danışan dil dodağım tar aman Qarabağ. Qarabağ can Qarabağ ana yurdum. Qarabağ can Qarabağ ana yurdum. Bu çıxışımdan sonra musiqi məktəbində, eləcə də orta məktəblərdə keçirilən konsert və tədbirlərdə iştirak etməyə başladım. Mən özümü gələcəyin aktrisası və xanəndəsi kimi görürəm. İndi isə sizlərə Baxdım Maral kimi mahnısını ifa etmək istəyirəm. Baxdım maral kimi, dinmədin lal kimi, ne tez uçup gittin körpe kartal kimi ay güzel. Ne tez uçup gittin körpe kartal kimi ay güzel. Süzme gel gemgin bağışla beni, küsmü seni yar bağışla beni. Sevenler arasında söz olar, günahkar ya dil ya da göz olar. Sevir seni yürek, insafa gel göre ya güzel. Sevir seni yürek, insafa gel göre ya güzel. Mənim istedadım oxumaqla bitmir, aktrisalıq qabiliyyətim də var. Mən bir çox rollar almışam. Sonuncu rolum isə Bəxtiyar filmindən Gülcahan rolu olub. Səyid Rüstəmov, Haralsan, oxuyur 2-ci sinif şagirdi Əmiraslanlı Fatimə. Thank you.
Mən konsertlərimə böyük həvəslə hazırlaşıb çıxış etmişəm. İndi isə sizlərə Azərbaycan qız yamanısını ifa etmək istəyirəm. Mən bu elin qızıyam, anamdır Azərbaycan. Mən onun sinəsindən süd əmib zaman zaman. Böyüyüb boyatmışam, saf suları qanımdır. Uca dağlar vüqarım, torpağı dərmanımdır. Fərhad dağda külüylə surətimi qazıbdı. Şirin sədaqətimi tarixlərə yazıbdı. Qəribin sənəmiyəm, Koroğlunun nigarı. Nəbiyə həcər olub dolanmışam dağları. Demirəm bir dənəyəm, gözəllik ulduzuyam. Hər elin öz övladı, Azərbaycan qızıyam. Demirəm bir dənəyəm, gözəllik ulduzuyam. Hər elin öz övladı, Azərbaycan qızıyam. Bu torpaq gözlərimə rənginə rəng veribdir. Səsimə öz səsindən sular ahəng veribdir. Ay verib ay hüsnümü, lalələr dodağımı. Günəş şəfəqlər ilə boyayıb yanağımı. Fərhad dağda külüylə surətimi qazıbdı. Şirin sədaqətimi tarixlərə yazıbdı. Qəribin sənəmiyəm, Koroğlunun nigarı. Nəbiyə həcər olub dolanmışam dağları. Demirəm bir dənəyəm, gözəllik ulduzuyam. Hər elin öz övladı, Azərbaycan qızıyam. Azərbaycan qızıyam. Azərbaycan qızıyam. Sevimli müəllimlərimdən biri də Allahverdiyeva Amalyadır. Amalya müəlliməmin də əziyyəti çox olub. Buradan Amalya müəllimə təşəkkürlərimi bildirirəm. Mən ilk konsertimə çıxanda çox həyəcanlı idim. Mən konsertim bitdikdən sonra hər kəs əl çaldı və çox sevindim. Mən Bəyim xanım Təyyar Bayramov kimi xanəndə, xalq artisti kimi olmaq istəyirəm. Nərmin Səmədli, Fatimə Əmiraslanlı, Abbas Məmmədli. Çəkir. Çəkir də. İşte var. Şimdi çəkmir. Acı olmalı. Evet gördüm. Ben dünyada görmedim.
güzel, koydu dizilerimize güzel. Oğlum hemen toy eyleyin güzel. Yok canım babam eyleyin güzel. Babam eyleyin, 90 yaşında. 90 yaşında. Doğrudan eyleyin, canım tüm eyleyin. Seninle oynayan çalma mırmıram, seninle oynayan çalma mırmıram, seninle oynayan çalma. Beş nömrəli tam orta məktəbdə təhsil alıram. Əlaçıyam. Dərslərimi çox yaxşı oxuyuram. Buna baxmayaraq, orta məktəbdə keçirilən tədbirlərdə iştirak edirəm. Bacım Əmraslanlı Zəhradır. Mənim bacım bir çox səhnələrdə iştirak edir. Mənim bacımın aktrisalıq qabiliyyəti də var. Mənim arzum odur ki, bacımla böyük zirvələrdə olaq. Amaliya müəlliməm mənə oxumaqla yanaşı dəf çalmağı da öyrədib. Evdə isə anam mənimlə mahnı oxumaqla məşğul olur. İndi isə sizlərə Endim bulaq başına mahnısını ifa etmək istəyirəm. Endim bulaq başına, yarım çıxdı qarşıma. Endim bulaq başına, yarım çıxdı qarşıma. Sevda nədir bilməzdim, o da geldi başıma. Ya sevda nedir bilmezdim, o da geldi başıma. Gel güzelim gel sevdiğim, oğlum gözün kurbanı. Benim azad vətənimdən sənə bənzər tayhanıyım. Benim azad vətənimdən sənə bənzər tayhanım. Mənim ən böyük dəstəkçim anam, atam və nənəmdir. Onlara xüsusi təşəkkürlərimi bildirirəm. Valideynlərimin ən böyük arzusu mənim zirvələrdə olmağımdır. Məktəbin xanəndəlik sinifi. Buyursunlar.
alkışlar, biraz da gürültü alkışlar. Bravo, bravo olarak, bravo dedik sizler. Bayım ben karşılayayım sizler bölüm senliğe. Bu nəinki Sabah konsertiydi, bu bir bayram konsertiydi. Həqiqətən də Ulu Öndər 101 illiyinə layiq bir konsert oldu. İstərdim Bayram müəllim sizin də buraya sözləriniz diye. Bayram müəllim sizə hoş geldiniz, buyurun. Teşekkür ederim. Var olun hamınız. Bugünler Hesabat konsertidir. Bir ilin yekun konsertidir. Ancak bu bir ilin elə bir yekun konsertidir ki, əvvəlki illərin bu növrəsindən əmələ gəlir. Bu sahənin adamları yaxşı bilir ki, hər bir növrə necə çətin hazırlıqlardan, hansı dövrlərdən keçir. Mən Vaqif müəllimdən başda olmağına, bütün məktəbin bütün kollektivinə, uşaqlara, valideynlərə gözəlliyini verirəm. Belə gözəl bir yekun konsert üçün və gələcək işlərində uğur arzulayıram. Son da çox gözəl qutardı, mehriban olaraq. Hamınıza mehribanlıq arzulayıram və hamınıza gözəl gələcəyi olan mehriban bir Azərbaycanda yaşamaq arzulayıram. Son dövremiz mehriban olmalı təsadüfi değil. Azərbaycanın birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti, birinci leydi Mehriban xanım Əliyevanı alqışlayaq. O Mehriban xanım ki, Azərbaycan muğamını, Azərbaycan musiqisini, ümumiyyətlə Azərbaycan mədəniyyətinin hamisidir, çox böyük hamisidir, arkasında durur və həmişə də inkişafa doğru aparır. Yaşasın Azərbaycan prezidenti Cənab İlham Əliyev, yaşasın birinci vitse-prezident xanım Mehriban Əliyeva. Təşəkkür edirəm. Bugün qiymətli vaxtınızı ayırırsınız. Bizim Hesabat konsertində çıxış edirik. Çox sağ olsun, var olun. Həmişə belə gözəl günlərdə sizi görmək istərdik. Və son sözü yenə Cəlal müəllimə, Respublikanın əməkdar artisti Cəlal müəllimə ötürürəm. Buyurun. Bayram müəllim sizi təbrik edirəm ürəkdən, təbriklər sizindir. Və son olaraq ürəkdən deyirəm ki, azadlığın, müstəqilliyi əbədi olsun Azərbaycan. Mənim ən böyük arzum xalq artisti olmaqdır və istərdim ki, məni bu yolda dəstək olasınız. Mənim musiqi məktəbində festivala seçmişlər. Çox sevinmişdim. Mən festivalda Ateşim var, külüm yox mahnısını ifa edəcəm. İndi isə sizlərə Ateşim var, külüm yox mahnısını ifa etmək istəyirəm. Atlandım keçdim daşdan, gəl ayaman. Yaşmağı düşdü başdan, gəl ayaman. Heç insaf yoxmuş səndə, gəl ayaman. Gözlərim doldu yaşla, gəl ayaman. Ateşim var, külüm yok, bülbül oldum gülüm yok. Ateşim var, külüm yok, bülbül oldum gülüm yok. Ben bu işe düşeni ağlamadan günüm 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 yok. Mən kiçik yaşlarımda musiqiyə çox həvəsim var idi. Mən öz-özümə zümzümələr edirdim və mən ana musiqi məktəbinə apardı. Müəllimlər mənim səsimə qulaq asıb çox bəyəndilər, mənim musiqi məktəbinə qəbul etdilər. Mənim piano ifa etmə qabiliyyətim də var. Mən pianoda bir çox mahnılar ifa edə bilirəm. Mənim rəqs qabiliyyətim də var. Müəlliməm Aysel müəllimə olub. Bir il rəqs dərsi almışam. Mənim atam hərbiçidir. Zaur Əmraslanov. Mən burada atama və hərbiçilərimizə bu mahnını həsr etmək istəyirəm. Canımıza bağlıyıq bu torpağa bu elə,
sıralanıb dağ kimi. Gəlin verək əl-ələ, gəl bacım, gəl qardaşım, bir olaq yumruq olaq, sinəsi dağlanmasın, bölünməsin torpaq. Yaşa, yaşa, yaşa Azərbaycan. İndi isə anama anacan mahnısını ifa etmək istəyirəm. Anacan bağrımı qan eyləmişəm mən, gözlərimi giryan eyləmişəm mən. Bir ala gözlü yarın eşqi yolunda, öz canımı qurban eyləmişəm mən, öz canımı qurban eyləmişəm mən. Anacan ağrımağım, anacan başına dönüm, qoy dolanım mən. Mənim öz sevdiyimə heyran olub mən. Mən Bağbalının bar üçün mahnısını şəhər tədbirində ifa etmişəm. İndi isə sizlərə bu mahnını ifa etmək istəyirəm. Bağban oldum bar üçün, bir gül seçdim yar üçün. Bağban oldum bar üçün, bir gül seçdim yar üçün. Canımı qurban eylərəm dərdinə dərman yar üçün. Canımı qurban eylərəm dərdinə dərman yar üçün. Bağım bağçama gülüm, incəm qönçəma gülüm. Bağım bağçama gülüm, incəm qönçəma gülüm. Çəkdirmə cəfa mənə, can dedim sənə mən gülüm. Eşqin dəniz bir içim, doldurayar ver içim. Eşqin dəniz bir içim, doldurayar ver içim. Canımı qurban eylərəm dərdinə dərman yar üçün. Canımı qurban eylərəm dərdinə dərman yar üçün.
Mən indi isə Xudayar təsrifini ifa etmək istəyirəm. Mən Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Dumanlı dağların başında durdum, dumanla özümə bir xeymə qurdum. Keçdi xəyalımdan o gözəl yurdum, dumanlar başımda dastana döndü, dastana döndü. Keçdi xəyalımdan o gözəl yurdum, dumanlar başımda dastana döndü, dastana döndü, dastana döndü. İndi isə sizlərə Cənnətim Qarabağ mahnısını ifa etmək istəyirəm. Sən ellərin, könüllərin ülvi diyarısan, sən ellərin, könüllərin ülvi diyarısan, şirin canım, Azərbaycanım, bir əbədi baharısan. Cənnətim Qarabağ, zinnətim Qarabağ, nəmər gülüstanısan, sevgi dastanısan. Cənnətim Qarabağ, zinnətim Qarabağ, nəmər gülüstanısan, sevgi dastanısan.
Mən Bəxtiyar filmində Gülcahan rolunu həm oxuyub, həm oynadım. Mənə hətta gül də verdilər. Arzumdur ki, ifa etdiyim mahnıları Qarabağda da ifa edim. Deməli, verilişimizin sonuna çatdıq və Fatimə balamızın da bacarığını gördünüz və kimin istedadı varsa bizə müraciət edə bilər. Milli TV-yə, milli istedadlara biz gəlib çəkə bilərik ya da siz özünüz bizim ofisimizə yaxınlaşa bilərsiniz. Necə idi? Əla idi. Mən buradan valideynlərimə, müəllimlərimə və məni bu verilişə dəvət etdiyiniz üçün sizə çox təşəkkürlərimi bildirirəm. Bizim üçün də xoş idi. Fatimə bala, sənə uğurlar arzulayırıq. İnşallah səni zirvələrdə görərik. Sağ olun.